Salam əziz izləyicilər. Deməli mən Ağdam rayon qeydiyyatda olan Ağdərə rayon sakiniyəm. Deməli Ağdam rayon sakini, deməli Ülfət Qurbanov, şəhid evladıyam, 2-ci qrup əliləm. Deməli 2003-cü ildən düz indiyənə kimi mən deməli asma xəstəliyinəm. Deməli 2011-dən mən cənab prezidentə və Mehriban xanıma müraciət edəndən sonra mən 2011-dən bəri 2-ci qrup əlillik pensiya kəsilibdir. 10 il qadiriyyat almışam, ildə il, 5 ildə il keçmişəm. Deməli mən 2025-in 1-ci ayından komissiyadan keçmişəm, hətta dost mərkəzindən keçmişəm, indi də dost mərkəzindən gəldim. Deməli dünəndən bəri müraciətlər edirəm ki, deməli mənim əlilliyim ömürlük olacaq, 2-ci qrupam, deməli mənə mesaj gəlib ki, sən deməli 3-cü qrup əlillik verirlər mənə, ömürlük edib 2-ci qrup eləməkdən mənə götürüb 3-cü qrup əlillik verirlər. Özüm də biraz yaxından çək, bax, elfirinlə yaşayıram, bax bundan yaşayıram. Özüm 2-ci qrup əliləm, şəhid evladıyam, götürün mənə 3-cü qrup verir. Ömürlük eləməkdən Sosial Müdafiə Nazirliyi, Anar Əliyevin işçiləri, bu əlilləri bərpa mərkəzi sistemlə vurublar ki, sənə 3-cü qrup düşür. Mən də 2-ci qrup əliləm. Semaşqada yatıram. Sənədlər hamısı burada. Sənə bütün etikrizlər hamısı əlimdə olar. Semaşqada yatıram. Ağziyarın üstündə yatırıram. Bütün devlet xəstəxanalarında, respublikanın sizdə müalicə olmuşam. Deməli, Mingəçevirdə də olmuşam, Bərdədə də olmam, Ağdamda olmam, Ağdərədə komissiyada keçmişəm. Mənə götürüb Allahsızlar, bu imamsızlar, bunlar şəhid evladına zulüm verirlər. Hər il mən gələ pensiya alanda, əlillik alanda, sosial yardım alanda, imtina, bundan imtina, ondan imtina, bugün düzəldilər, səhərlər verirlər. Bax, bu boyda mənim dava dərmanım olalı, Ahmet bunlar Anar Əliyevə demək istəyirəm ki, Anar Əliyev, səni bu sosial ona imtina verib, mənə o 3-cü qrup əlillik verib, bu gün də getmişəm 4 dəfə 142 ilə danışmışam, 142 ilə danışmışam ki, mənə niyə müddət, mənə bir il yenidən ömürlük vermədi, müddətsiz vermədi götürüm, mənə 2-ci qrupda yox, ha, elə bilmişəm 2-ci qrup verib, 3-cü qrup verib. Bu gün də gəlib dost mərkəzində ərizə yazmışam, yoxlanmışam, şikayət etmişəm, axtarışdırıblar, nazirliyə təzərə yollayıblar. Mənə bu boyda mənim dava dərmanı pafqalarla, mənim analizlərim, mənim baba bunların hamısı mənim etikrizlərimdir. Hamısı. Mədəmdə deşik, eroziya, qastrit, böyrək, bağırsaq, bu fıtı bakteriya çatmır. Bu boyda mənim baba asmatik, oğlum elədiklərim, bax hamısı. Bax bunların hamısı. Bunların yarı faizlə, bunların da hamısı mədə bağırsaq. Qaraziya, məbrum ağziya, hamısı, işkivə dərmanlar, bu mənim sənədlərim ola, deməli, Sosial Müdafiə Nazirinin işçiləri, ümumiyyətcə o əlilləri bərpa mərkəzi, ora, deməli, ilan yuvası olan millətə zulüm edirlər. Orada da verirlər ki, biz, cənab prezident, biz burada vətəndaşları qeyrinə qalıb. Bu günləri, cənab nazir, təzə gəlmişsiniz ora. Anar Əliyev, mən bu günləri bundan zulüm çəkirəm, mən bununla yaşayıram. Mənə nəfəs 2-ci qrup elə bilərsiniz. Allah göydən baxır, Allah sizi balalarınızı qarşısına çıxardacaq. Bunun mənim bu 3-cü qrup, mənə təzələ geridən, mən gelib imtina edib gəlirəm. Mənə götürün mənə 3-cü qrup verər, balalarına qismət olsun. Şimdi mən də bir şəhidin balasıyam. Mənim dədəm olsa, mən vaxtında balıcı olardım, gelib qəşələ yaşayardım. İndi mənim dədəmi erməni öldürür, siz də məni öldürürsünüz. Cənab nazir, aynen ikisi də qəbuluna yazılmışam. Mən xahiş edirəm ki, mənim işimə yenidən baxılsın, bugün də sənədlərim gedib. Mənə zulüm verirsiniz. Elə bir ki, mən qalmışam erməni əlində. Mən elə bir ki, ermənilər beşi də bunu mavi eləmir. Dədəmi ötsə də, mən mavi eləməyim. Bəlkə də bunlar mavi eləməz bərəsilikdə olsa. Amma bu nazirdir, bütün şəhid ailələrinə, Qarabağ əllərinə zulüm verir. Mən buradan ölkə başçısına xahiş edirəm. Mehriban xanımla xahiş edirəm. Ben de Allah'a da əlim çatmır ki, Allah'a xahiş edirəm. Xahiş edirəm, sizdən mənə köməkli edin. Bu, ümumiyyətcə bu əlillərin bərpa mərkəzini ümumiyyətcə ləğv edin geçsin. Həkim demişsə, həkim komissiyasında keçirəm də, Ağdamdan keçmişəm, 15 ildir keçirəm. İndi Ağzəbədiyə veriblər, Ağzəbədidən də keçmişəm, təsdiq olunub. Dost mərkəzində də bugün 2 dəfə gelib yoxlanmışam.
Mənə 3-cü qrup əlilliyi yox, mən 2-ci qrup əlilliyi olmalıydım. Sosialıma 550 manat aldım, onu da itiraf edilir. Mən 3 tane uşaq oxuduram. Özümü dava dərmanım. Bax 350 manat bax bu dəqiqə mən apteka borcum var. Aptekdə də mən ağziyar, qaraciyar, böyrək, mədə 3 dəfə əməliyyat olmuşam qasıqdan. İndi mədəmdə yırtıq var. Ona hazırlaşıram, olacağım, olmayacağım, bilmirəm, Allah bilir. Mən iş əməliyyat oldum, mən narkoz vermənlər ki, qardaşlar kırıldıysan, sağ narkoz versin, almayacaqsın. Bərdə xəstəxanası, Ağdam xəstəxanası. Mənə zulüm verirlər. Mən ölkə başçısına xahiş edirəm, məni qəbul edin. Mən xahiş edirəm imkanlı şəxslərdən mənə köməklik edin. Mənə şərait yaradın, mən ölkəni tərk edin. 3 dənə də evladım var. Bax bu hökumətin müvəqqəti verdiyi evi də verirəm sizə. Hamısını verirəm. Mən tarım eda. Mən Azərbaycanlı olmağına məni nifrət elətdirlər. Məni biz işinə qoyublar bunu hazırlayıq. Hər il şikayət, hər gün burası, bir gün bir daha disayəvə deyirəm. Cənab Batçı, yəni əlimiz sağsadır, xahiş edirlər ki, bana zulüm verirlər. Cənab Batçı qarşı sağ olsun. Ondan Vaqif Həsənova deyirəm. Vaqif Həsənov qarşı problemlərim əllə. Bir il gedir, bir də başlayır. Lan beni sana boğaza yığmışsınız. Ya beni öldürün. Bilim ki ben de şehit oldum dedem gibi. Beni öldürün. O dost elleri bərpa mərkəzində oturanlar ilanlardı. İlan birisi nəfərdi. İlan. Bütün gün şəhid ailələrində bu günə qoyursunuz. Hani heç bir ölkədə şəhid ailələri, şəhid evlatları belə zulüm çəkmir. Bizim ölkədə bu bizim günə qoyular. Cənab Prezident, sizə xahiş edirəm. Yalvarıram. Bulup əlilləri bərpa mərkəzindən verin. Nipoy bir xəstəxanada mən gəlib maliz olmam. Gəlib yoxlasınlar məni. Məndə gəlasıma yoxsa, bana cinayət işi açın. Tutun soxun içəri, öldürün, asın, edama verin. Ama mən xəstəli olurlar. Məni niyə bunlar bu günə qoyur? Niyə məni bu günə qoyur? Xahiş edirəm, mənim 2-ci qrup əlimi qaytarın. Əl çəkməyəcəm mən səndən. Bağanar Əliyev, o əlilləri bərpa mərkəzi, sizdən əl çəkməyəcəm. Hər gün etiraz edeyim, ağzımı bağlayacağım, psixologiyacağım. Mən sizdən əl çəkəsi deyiləm. Mən xahiş edirəm cənab prezidentə sizi qəbul edeyim. Mən Azərbaycan vətəndaşına çıxıb getmək istəyirəm. Tabi, mən heç şey istəmirəm. Mən burada volt verin, öldürün, nə bilim başımı kəsin. Amma mən bezmişəm, hər il mən müraciət eləməkdən. Mən indi burada göstərirəm ki, əlilləri bərpa mərkəzinə. Bax, sol sırada qoymuram. Bura göstərirəm ki, baxın. Bax, mənim sənədlərimə baxın. Bax, bunlar yalanlardır, bunu hökumət verirsin, hökumət orqanları verir. Bax, ağziyar, 20%. Bunlar hamısı, bax, 3-cü dərəcə. Bunu mən verirəm, Semaşqa verir. Bunu mən Ağdam verir, bunu Bərdə verir. Bunların hamısı var da, siz məndən nə istəyirsiniz? Mənim dədəm bəlkə bu əlilləri bərpa mərkəzinə, bu nazirlərində, qohumlarına gürlatmışsınız. Məndən nə istəyirsiniz? Mən hər il cənab Batçı, ofisi Batçıya xahiş edirəm, deputatımız Anar müəllimə eləyirəm, Fatma Yıldırım'a eləyirəm. Hamısı da diyor, özlərində bilir ki, mən xəstəyəm. Mən nə istəyirəm? Mənim verdiyiniz o 250 manatdan mən vermişəm şeydə, bir dava dərmanıma misiya anlamda. Mən ayrı sizdən nə istəyirəm? Nə istəyirəm mən başıma oynatsınız? Siz de görüm Azərbaycanlısınız orada oturanlar, yoxsa yox. Mən cənab prezident, xahiş edirəm, bax sizi sevənləri bu günə qoyurlar. Bax həmişə sizi dəstəkləmişəm, həmişə bir şey oldu özüm atmışam orduya. Mən prezidentim var, onun arxayında ama bugünkü gündə mənim prezidentim. Sizə xahiş edirəm ki, məni qəbul edin. Sizi sevənləri bu günə qoyurlar, bizim milləti bu günə qoyurlar. Devlətimizdən imtina eləsin. Bax biz eləyən bu əlilləri bərpa mərkəzi. Sahib Babiyev oranı nəfər yaratdı. İndi anar gəlib onun kimi. Zaten onlar hamı bilir ki, oranı idarə edən Sahib Babiyevdir. Yani ömür boyu məni babaya zülmünə sarılar. Bəstirimdən nə olar? Mən kimə deyək dərdimizi? Cənab prezident məni qəbul edə. Mən ayrı heç kim istəmirəm. Mən bax, Qiyas müəllimdən, xahiş edirəm Qiyas müəllim. Həmişə mənə dəstək, həmişə şəhid ailələrə dəstək olmuşsun. Cənab prezidenti rayonlar üzrə prokuroru. Xahiş edirəm sizlə qarışın bu işə. Həmişə bizə dəstək olmuşsunuz. Həmişə nə demişəm? Köməkli eləmişsiniz. Qurban olun bizə kömək eləyin. Biz qalmışıq əlilləri bərpa mərkəzinlərində. Ağzəbədi təsdiq edir, Ağdam təsdiq edir, Dost mərkəzi təsdiq edir, Semaşqa edir. Ağziyarın üstü deyil, deyil. Nətər deyim dəmə, mən nətər deyim bunlara qandırıb başa salım ki. Xahiş edirəm məni qəbul edin.